Bir daha salam, əziz şagirdlər. Deməli, bugün digər videoların davamı olaraq heykəltaraşlıq mətnini sizlə sualların cavabını baxacağıq. Mən mətnlə tanış olmuşam. Siz də videonu bu yerdə saxlayıb tanış ola bilərsiniz. Mətnlə birbaşa keçirik 47-ci suala. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Cəlal Qaryağdı yaradıcılığına xas olan xüsusiyyətlər nədir? Cəlal Qaryağdını yuxarıda vermişdi. Deməli, monumental və dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutur Cəlal Qaryağdıda. Deməli, buna cavab tapa bildik. Gəncə şəhərində Nizami heykəli üzərində yaradıcılıq işi neçənci ilə təsadüf eləyir? 1946-cı ilə Gəncədə Nizaminin Tunç heykəlini yaradır. Deməli, Tokay Məmmədov, Ömər Eldarov və Şamilov heykəltaraşlıq sənətinə hansı yeniliklər gətiriblər? Burada deməli, həmin sənətkarların adını verir. Hara getdi? Deməli, adını verir. Dəqiqə. Deməli, burada görürsünüz, adları var. Amma fəaliyyətlərinin diqqəti cəlb edildiyi deyilsə də, digər hansı yeniliklərinin olduğu deyilmir. Burada cavab C variantıdır. 1970-90-cı illərdə Azərbaycan heykəltaraşlığında hansı sahədə nailiyyətlər əldə edilibdir? Baxaq 70-90-a. Deyir ki, kiçik plastika sahəsində yeni nailiyyətlər əldə ediliblər və birgə yaradıcılıq işi təqdim etmiş heykəltaraşlılar kimdir? Burada birlikdə, deməli, Tokay Məmmədovla Ömər Eldarov birlikdə Füzuli abidəsini yaratdılar. Bunun da cavabını tapmaq mümkündür. 47-də C variantı. Mətnə əsasən yanlış fikri müəyyən eləyin. 20-ci əsrin əvvəllərində Azərbaycan heykəltaraşlıq sənətində yaradılan əsərlərin bir çox təbliğat xarakteri daşıyırdı. Baxın, birinci abzasdadır. Uzun ömürlü olmayıb ona görə də bu abidələr. 1930-40-cı illəri Azərbaycan heykəltaraşlığının inkişafında əlamətdar dövr kimi səciyyələndirmək mümkündür. Bəli, professional milli heykəltaraşlığımızın əsas inkişafı həmin illərə təsadüf eləyirdi. Yəni, bunlar doğru məlumatlardır. Müasir Azərbaycan heykəltaraşlığı yeni formalar axtarır. Bu sonda olmalıydı. Yeni formalar axtarışındadır Azərbaycan heykəltaraşlığı. Bakıda ucaldılan dahi sənətkarlarımız Nizami və Füzulinin heykəllərinin postamenti eyni ölçüdədir. Baxmağa çalışaq. Deyir ki, Nizami meydanının mərkəzində 9 metrlik postament üzərində ucaldılan 6 metrlik Nizami heykəli və burada nə deyir? 6 metrlik postament üzərində ucaldılan Füzuli heykəli. Deməli, bu səhv cavabdır. Füzulinin düşüncəyə qərq olaraq təsvir olunması onun şair kimi rolunu önə çəkir. Bu da doğru ifadədir. 48-də olacaq D variantı. Hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil? Fikrə dalmış şairin abidəsi uyğundur. Əcnəbi sənətkarların heykəlləri. Əcnəbi sənətkarların heykəllərindən burada söz getmir. Sadəcə olaraq bir cümlədə, o da giriş hissədə müxtəlif ölkələrdən gəlmiş heykəltaraşlar fəaliyyət göstərirdilər. Bunların heç bir heykəlini deməli bizdə qeyd eləmir. Tanınmış insanların heykəlləri var, heykəltaraşlığa yenilik gətirənlər var, milli heykəltaraşlığın peşəkar inkişafı var. 49-da cavab B variantıdır. Hansı fikri Eylerven diaqramının heç bir xanasına yazmaq olmaz? Milli heykəltaraşlığın inkişafına öz töhfəsini verib bunu ortaq fikir kimi götürə bilərik. Muzeydə saxlanılan əsəri var. Fuad Əbdürrəhmanovun deməli Oxatan gənc fiquru Bakıda İncəsənət Muzeyində saxlanılır. Yəni, bu Fuad Əbdürrəhmanova aiddir. Heykəltaraşlığın müxtəlif janrlarına aid əsər müəllifidir. Bu Cəlal Qaryağdıdır. Bayaqda baxmışdıq. Buna monumental dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutur. Yəni, müxtəlif janrlarda heykəllər yaradıbdır. İki müxtəlif şəhərdə eyni sənətkarın heykəli üzərində işləmişdir. Gəl baxaq. Gəncədədir. Birinci Nizaminin Tunç heykəlini yaradır. Daha sonra da Bakı şəhərində yenə Nizaminin heykəlini yaradır. Yəni, iki müxtəlif şəhərdə eyni heykəli işləyir. Bunu da yazmaq mümkündür. Məhəmməd Füzulinin heykəlini yaradan. Məhəmməd Füzulinin heykəlini yaradanlar isə Tokay Məmmədovla Ömər Eldarov idi. Məhəmməd Füzulinin heykəlini yaradanlar. Yəni, nə Cəlal Qaryağdıya, nə də Fuad Əbdürrəhmanova aid deyil. Cavab olacaq Y variantı 50-də. Mətnin nəticə hissəsini hansı cümlə ilə tamamlamaq olmaz? Bununla da heykəltaraşlarımız qədim ənənələrinə sədaqətlərini qoruyub saxlayırlar. Bunun son cümləsinə fikir verəsi olsaq, 20-ci əsrin ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır. Burada isə deyir ki, qədim ənənələrə sədaqətlərini qoruyub saxlayırlar. Əlbəttə ki, bu cümlə ilə tamamlamaq olmaz. Bir-birinə zidd olan iki dənə fikirdir. 51-də olacaq A variantı. Altından xətt çəkilmiş sözün məcazi və ya həqiqi mənada olduğunu, həmin sözün mətndəkindən fərqli mənada işləndiyi cümləni müəyyən eləyək. Altından xətt çəkilmiş söz buralarda
Özümdə yazmışam deyə. Bəli, burada. Bakıda İncəsənət Muzeyində saxlanılır. Saxlanılır həqiqi mənada olan bir feildir. Burada məcaziləri silirik. Həqiqi mənadadır və bir dənə də məcazi mənalı cümlə tapası olsaq, o bütün əhəmiyyətli sənədləri öz ofisində saxlayır. Bu həqiqi mənalıdır. İnsan həyatda yaşadığı çətinliklər onu möhkəmləndirir və ruhunu güclü saxlayır. Bəli, ruhunu güclü saxlamaq isə məcazi mənada olan ifadədir. 52-də olacaq D variantı. 53-ə baxaq. Mətndə tünd qara hərflərlə verilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Tünd rəqəmlər olacaq təbliğat. Yazaq bura. Təbliğat. Daha sonra olacaq fiqur, monumental. Fiqur. Monumental. Monumental. Bir də olacaq deməli bəhrələnmək. Bəhrələnmək. Deyir ki, bu 5 dənə variantın heç biri bu sözləri izah eləməsin. Faydalanmaq, istifadə etmək, bəhrələnməkdir. Bir nəzəriyyəni, ideyanı, biliyi kütlə arasında yaymaq təbliğatdır. Bu ikisi getdi. Əzəmətli, möhtəşəm, monumentaldır. Rəssamlıqda, heykəltaraşlıqda insan və ya heyvan təsviri fiqurdur. Bədənlə incə ritmik hərəkətlər göstərmək məharəti bunların heç birini izah eləmir. 53-sü olacaq Y variantı. Mətn əsasında düzgün uyğunluğu müəyyən edəsi olsaq, Tokay Məmmədov və Ömər Eldarov 1950-60-cı illərdə heykəltaraşlıq sənətini inkişaf etdirən yeganə heykəltaraşlar olublar. Fikri deyir ki, yanlışdır. Gəl baxası olsaq burada Tokay Məmmədov, Ömər Eldarov, Elçin Şamilov və başqalarının fəaliyyəti diqqəti cəlb eləyir. Deməli, onlar yeganə sənətkar olublar. Fikri yanlışdır. Elə A variantı sənin düzgün fikrin olacaq. Digərlərini də yenə yoxlayaq. Məhəmməd Füzulinin abidəsi 6 metrlik postament üzərində ucaldılıb və şairin düşüncələrə daldığını təsvir edir. Buna bayaq baxmışdıq və bu düzgün fikri idi. Yenidən baxaq. 6 metrlik postament üzərində ucaldılan heykəldə Füzuli sanki düşüncələr aləminə qərq olub. Görürsünüzmü? Düzgün fikrin qarşısına yanlışdır yazıb. Ona görə B variantını silirik. 50-60-cı illərdə Azərbaycan heykəltaraşlığının inkişafında əcnəbi sənətkarların rolu əvəzsizdir. Xeyr, bizim artıq milli sənətkarlar girmişdi devrəyə. Burada ona görə C-ni silirik. Ox atan gənc fiquru Bakının mərkəzi meydanlarından birini bəzəyir. Xeyr, o Bakıda İncəsənət Muzeyində idi. Qarşısına yanlış ifadə yazılmalı idi. Füzulinin heykəlini Elçin Şamilov və Ömər Eldarov yaradıblar. Xeyr, onun heykəlini digər sənətkar Tokay Məmmədovla Ömər Eldarovlar birlikdə yaradıblar. Yəni Elçin Şamilov ona dəxli yox idi. 54-də olacaq A variantı. 55-də həmin dövrdə yaradılan heykəllər həm də yüksək estetik dəyərə, sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdır fikri. Əvvəlində İşarə qoyulmuş hansı abzasda ifadə olan məzmuna ziddir, seçiminizi əsaslandırıb yazın. Baxın, burada birinci abzasda fikir versəniz, deyir, təbliğat xarakteri daşıdığı üçün uzun ömürlü olmayıb həmin əsərlər. Bunun cavabı olmalı idi ki, üçbucaq qoyulan abzas. Altından da həmin cümləni yazmanız kifayət edəcəkdir. Yazmalısınız ki, həmin əsərlər, mən indi səliqəsi yazacağım, həmin əsərlər təbliğat xarakteri daşıdığından qısa yazıram. Onlar uzun ömürlü olmayıb. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm bir vasitədir. Fikrini mətnə istinad edərək əsaslandırası olsaq, yazırıq ki, sənətkarlarımızın yaratdığı Füzuli, Nizami və digər heykəllər əsasında müasir dövrdə hər kəs onları unutmur və həmin şəxsiyyətlərlə maraqlanır.
Yəni siz cümləni mənim kimi yazmaya da bilərsiniz. 55-56-cı deməli açıq sualların cavablarını siz necə yazmısınızsa şərh bölməsinə qeyd eləsəniz, mən düzgündür və yaxud da səhvdir fikir hamısını bütün şərhlərdə qeyd eləyəcəm. Başqa cür də yazılması mümkündür bu sualların cavablarının belə. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm hamının balı yaxşı gələr.